Məsihin qapısı. Philip Leroy. Məsihin qapısı, yaxud Qızıl qapı, qədim Qüdsün qala divarlarında olan 8 qapıdan biridir. Əvvəllər bu qapı birbaşa Məscidlər meydanına açılıb. 1541-ci ildə Sultan Süleyman bu qapını hördürüb. Xristian inancına görə İsa Peyğəmbər Qüdsə məhz bu qapıdan daxil olacaq. Yəhudilər də öz məsihlərinin məhz bu qapıdan gələcəyini iddia edirlər. Ona görə də müsəlmanlar bu qapını hörərək bağlayıb, qarşısında öz qəbirstanlıqlarını salıblar ki, xristianların və yəhudilərin Məsihi bu qapıdan keçə bilməsin. Fikirləşiblər ki, Məsih bu qapıdan girərsə belə, müsəlman qəbirlərini basıb keçməmək üçün məcbur olub geri qayıdacaq. Deyilənə görə həmin qapı ancaq qiyamət günü açılacaq. Müəllifdən 2013-cü ilin iyul ayı idi. Porto Vecchio şəhərində kitab sərgisi keçirilirdi və müəllif kimi mən də dəvət almışdım. Şəhərcikdəki kitab sərgisi oxucularının böyük marağına səbəb olmuşdu. Sərgiyə gələnlərin ardı sırası kəsilmirdi. Bizim, yəni müəlliflərin baş qaşımağa vaxtı yox idi. Sərgiyə gələnlərdən kimi bizimlə şəkil çəkdirir, kimi kitab alıb avtoqraf yazdırır, kimi də bizə oxuduğu kitabla bağlı təəssüratlarını söyləyirdi. Sərginin qızğın vaxtında mənim stendimə bir çadralı qadın yaxınlaşdı. Əlindəki çantasını sinəsinə bərk-bərk sıxan qadının tutqun, kədərli baxışlarında anlaşılmaz ifadə vardı. Sanki o başqa dünyadan gəlmişdi və ətrafında baş verən hadisələrin ona heç bir adiyyatı yox idi. O dəqiqə hiss etdim ki, bu adam kitab almağa gəlməyib. Avtoqraf almaq ona maraqlandırmır. Mənimlə şəkil çəkdirmək fikri də yoxdur. Ora-bura baxandan sonra əyilib pıçıltı ilə dedi ki, onda bütün dünyanı lərzəyə gətirə biləcək materiallar var. Sonra ətrafı bir də nəzərdən keçirdib söylədi ki, bu yaxınlarda öləcək. Ona görə də həmin materialları mənə etibar etmək istəyir. Açığı nə onun sözünü, nə də dediklərini o qədər də ciddi qəbul etmədim. Ona görə də qadını yola vermək üçün dünyanı lərzəyə gətirə biləcək o materialları jurnalistlərdən birinə versə daha yaxşı olar dedim. Sözlərim ağzında qaldı. Qadın qəflətən sinəsinə sıxdığı çantanı stolun üstünə atıb qaçdı. Bu gözlənilməz hadisədən çaşbaş qaldım. Özümə gələndə qadın artıq cəmaata qarışıb gözdən itmişdi. Durub onun ardınca düşməyin mənası yox idi. Onsuz da zaldakı minlərlə adamın içində onu tapa bilməzdim. Əlacsız qalıb ehtiyatla çantanı açdım. Onun içindəkilər doğrudan da dünyanı lərzəyə gətirəcəkdi, ancaq mən bunu hələ bilmirdim. Çanta müxtəlif dəftərçələr, qalın nazik dəftərlər, qəzetlərdən və jurnallardan kəsilmiş məqalələr, şəkillər, yazılı vərəqlər, kompüterdə istifadə olunan yaddaş kartları ilə dolu idi. Onları gözdən keçirəndən sonra nə vaxtsa imkan tapıb rahat baxmağım üçün çantanı bağlayaraq bir tərəfə qoydum. Axşam yeməyində hadisə barədə dini təhqiqatlarla məşğul olan dostum Guillaume Örviyeyə məlumat verdim. Xahiş etdim ki, naməlum qadın qoyub getdiyi çantanın içindəkilərə nəzər salsın. Öz növbəsində də dostum təklif etdi ki, çanta bu gecə onda qalsın. Baxıb sabah fikirlərini mənə bildirər. Ertəsi gün səhər yeməyi zamanı Guillaume'la qaldığımız otelin restoranında görüşdük. Bütün gecəni yatmasa da gözləri çoxdan arzuladığı oyuncağı tapmış uşaq gözləri kimi par-par parıldayırdı. Çantanı qataranda dedi ki, qadın haqlıdır. Həqiqətən buradakı materiallar bütün dünyanı lərzəyə gətirə bilər. Ancaq onları diqqətlə oxumaq, dərindən yoxlamaq və qeyd olunan bütün əhvalatları xronoloji qaydada bir-birinin ardınca düzmək lazımdır. Hələlik bu barədə heç kimə heç nə deməməyə, əlimizdəki bütün yazıları bir kənara qoyub, məlumatları araşdırmaqla məşğul olmağa qərar verdik. Zarafat deyildi, çantada olan materiallar yer kürəsində insanların inandığı ikinci böyük dindən, İslamdan bəhs edirdi. Bilirik ki, indiyə qədər bir neçə alimə çıxmaqla İslam dininin həqiqi tarixi ilə dərindən maraqlanan olmayıb. Qadının çantasındakı dəftərçələri, gündəlikləri, qeydləri oxuduqca yavaş-yavaş onu
Mənim yanıma gətirən səbəbləri başa düşmüşdüm. Həmin yazıların, qeydlərin, gündəliklərin, hadisələrin baş qəhrəmanı çox qəribə taleyi olan Simon adlı oğlan. Bu məlumatları üstümə atıb gedən o qəribə qadının adı isə Sabbah idi. Dostum Guillaume o materiallar əsasında bir kitab yazmağım üçün məni dilə tutdu. Özü də yazı prosesində mənə yaxından kömək edəcəyinə, yazdığım hər bir fəslə diqqətlə nəzər salacağına, tarixi baxımdan doğru olmayan şeyləri diqqətimə çatdıracağına söz verdi. Qadının mənə etibar etdiyi, dünyanı lərzəyə gətirəcək məlumatlar və materiallar əsasında əlimizdə tutduğumuz bu kitabı yazdım. Adını da gördüyünüz kimi Məsihin qapısı qoydum. Qəribə, tutqun və kədərli baxışları olan naməlum qadını bir daha da görmədim. Əslində qadının hal-hazırda yaşayıb-yaşamadığını bilmirəm. Ancaq ölüb qaldığını bilməsəm də bu kitabı ona iftihaf edirəm. Əlavə olaraq onu da qeyd edim ki, kimsə həyatını təhlükəyə atmamaq üçün əsərdə bəzi insan və yer adlarını dəyişmişəm. Ola bilər kitabın əvvəlində bəzi şeylər sizə qaranlıq qalsın. Ancaq narahat olmayın, oxuduqca hər şey aydınlaşacaq. Ön söz. Həqiqət sizi azadlığa çıxaracaq. İsa Peyğəmbər belə deyir. Ancaq bir şey də var, həqiqət çox adamı qorxudur. Çünki o yalan üzərində qurulan köhnə inanclarla dağıdır. Kimin və nəyin hakimiyyətini kökündən silkələyir. Hələ qədim zamanlarda filosofların şahzadəsi Spinoza Tövratın Allah tərəfindən Musa Peyğəmbərə göndərildiyini inkar edir. Bununla da İudaizmin yaranmasının tamamilə şübhə altına alırdı. Bu yaxınlarda hamının oxuduğu Da Vinci şifri romanı aşkara çıxardı ki, sən demə Məryəm ana İsa Peyğəmbərin sevgilisi imiş. Bu fikirlər xristianlığın bünövrəsini əməlli başlı silkələyirdi. Katoliklər bundan dəhşətə gəldi və belə bir sual ortaya çıxdı. Katolik keşişlərinin bir ömür subay qalması nə dərəcədə düzgündür? Hörmətli oxucular, əlinizdə tutduğunuz Məsihin qapısı kitabında indiyə qədər inandığınız bəzi şeylərə şübhə toxumu səpəcək. Artıq həqiqəti demək vaxtı gəlib çatıb. Bu kitabdakı həqiqətlər İslama aiddir. Biz o naməlum qadının verdiyi məlumatlar əsnasında yazılan bu kitabı nəşr etməklə özümüzü təhlükəyə atırıq. Kitabı oxuduqca başa düşəcəksiniz ki, siz də risk edirsiniz. Çünki indiyə qədər inandığınız bəzi miflər darmadağın olacaqdır. Əgər buna hazırsınızsa, kitabı oxuyun. Yox, əgər hazır deyilsinizsə, onda elə indidən kitabı bağlayıb bir kənara qoyun. Guillaume Evrieux. Proloq. Bu hadisələrin nə vaxt başladığını xatırlamıram. Ancaq mən insan məxluqunun törətdiyi ən dəhşətli faciənin qurbanı oldum. 1983-cü ilin yay bayramı, Beyrutun Əşrəfiyyə məhəlləsindəki sakit və gözəl hava, 1975-ci ildən bəri Livanı lərzəyə gətirən müharibəni unutdurmuşdu. Xristian məhəlləsi ilə müsəlman məhəlləsini ayıran Monotto küçəsində qələbəlik idi. Qadınlar, kişilər, uşaqlar, böyüklər sakitcə gəzişirdilər. Pulu biraz çox olanlar Paris masası adlanan restorana üz tutmuşdular. Restoranın vitrindən içəri baxanda hiss olunurdu ki, burada fransız mətbəxi və fransız mədəniyyəti hökm sürür. İçəri girən kimi cavan, yaraşıqlı süfrəçi müştərini nəzakətlə qarşılayıb, əvvəlcədən sifariş etdiyi masaya aparırdı. Ləzzətli yeməklərin ətri, restoranın ortasındakı fəvvarənin səsi, müştəriləri əyləndirən qarmonçalanın şən musiqisi bir-birinə qarışmışdı. Xatirələr sizi köhnə dostlar kimi çağırır, deyən qarmonçalan gözəl səslə oxuyurdu. Restoranda şam edən müştərilər arasında bir neçə fransız, o cümlədən məşhur jurnalist Henry Lombardi də var idi. O, bu romantik restorana evliliklərin 4-cü ilini qeyd etmək üçün həyat yoldaşı Leyla ilə gəlmişdi. Masada qaşdaşla bəzədilmiş qəndilin içə yanan şam işığı Leylanın gözlərində bərq vururdu. Henry bir vaxtlar Misir şahzadələrinə məxsus olan bu qəndili Leylaya hədiyyə vermişdi. Restoranın ortasındakı fəvvarənin dövrəsində fırlanan musiqiçisi qarmon çala-çala gözəl səslə oxumaqda davam edirdi.
Henri əlini həyat yoldaşının əlinin üstünə qoyub sevgi dolu baxışlarla gülümsədi. Leyla da gözlərini fəvvarənin yanında oynayan 2 yaşlı oğlundan ayırıb eyni təbəssümlə ərinə cavab verdi. 8 aylığından yeriməyə başlayan bu uşağı nəzarətsiz qoymaq olmazdı. Dayə bu gün işə çıxmadığı üçün məcbur qalıb onu da özləri ilə restorana gətirmişdilər. Uşaq fəvvarənin yanındakı pişik balası ilə oynayırdı. Evlənməyimizin 4-cü ilini sevgimizin meyvəsi ilə bir yerdə qeyd etməkdə heç bir qəbahət yoxdur, deyən Leyla özünə də, ərinə də ürəkdirək verirdi. Leyla da əri üçün gözəl sürpriz hazırlamışdı. Əzizim, mənim də sənə hədiyyəm var. Henri məhəbbət dolu gözlərlə arvadına baxdı. Qarmon çalan yaxınlaşıb oxuduğu mahnı ilə ərlə arvadın romantik dialoqunu yaradan kəsdi. Ürəyimdəki musiqi sədaları. Musiqiçinin son sözləri çox süni çıxdı. Henri qarmon çalanın sifətindən axan təri gördü. Həm də çətinliklə nəfəs alırdı. Henri onun sifətində ölüm gördü. Mənə gəncliyimi xatırladır. Allahu Əkbər. Partlayış səsi ildırım kimi çaxdı. Sonra bir anlıq sakitçilik çökdü. Sonra qışqırıq qopdu. Sonra ağlaşma səsləri eşidildi. Sonra dua səsləri. Sonra da nifrət. 30 ildən sonra. 1-ci kitab. Mən kiməm? Özümə bu sualı verməyim üçün 30 il keçdi. Kimlərsə həmin suala cavab tapmaq üçün adam öldürməyə belə hazırdı. 1. Simon boş stəkanın altına 50 şekalim qoydu. Beynini sakitləşdirmək və sarsıntıdan qurtulmaq üçün bəs deyənə qədər içmişdi. Valideynlərinin qəfil ölümü, atasının qoyub getdiyi məktub, İsrailə boş yerə gəlməyi onu o qədər sarsıtmışdı ki, təzə tanış olduğu Markusla bir yerdə səhərdən bəri Qüdsdəki barların birində oturub içirdilər. Markus onun dərdinə şərik olduğu üçün dostunu tək buraxmamışdı. Ürəyi istəməsə də ona qoşulub içirdi. Simon ayağa qalxanda yanlarından keçən gənc cütlüyə necə toxundusa, az qala onları yıxacaqdı. Sərxoş vəziyyətdə olmağı və o dəqiqə üzr istəməyi dava-dalaşın qarşısına aldı. Markus onun qolundan yapışıb barın çıxış qapısına yönəltdi. Arvadının yanında qüruruna toxunan kişinin qarşısında həmişə üzr istəmək lazımdır. Simon dili topuq çala-çala mızıldadı. O ki qaldı, xanımı gözəl ola. Sən sərxoş olanda da filosofluq edirsən? Buddistlərlə oturub durmağım mənə çox şey öyrədib. Məgər cütlükdən üzr istəmək fəlsəfədir? Markus təəccüblə soruşdu. Onsuz da bayaqki cütlük nə vaxtsa ayrılacaq. Belə fikirləşirsənsə, onda heç vaxt ailə qura bilməzsən. Buddistlərin arasında sakit həyat sürməyə, meditasiya etməyə vərdiş etmişəm. Ailə qursam, rahat həyatım pozulacaq. Birdən kiməsə vurulub elədin? Sevgi insanı məhv edir, yandırır. Carmen yazıq Don Jose'nin başına nə oyunlar gətirdi? Simon George Bizet'in Carmen operasından məşhur ariyanı oxumağa başladı. Sevgi təbiətin bir möcüzəsidir. O heç vaxt heç bir qanuna tabe olmur. Markus dostunun qoluna girdi. İkisi də aşa-aşa Carmen operasındakı ariyanı zümzümə edərək yollarına davam etdilər. Onların zümzüməsi 2000 ildən bəri yüzlərlə belə səsi eşidən Qüdsün qədim divarlarında əks-səda verirdi. Qarşıdan gələn bir qrup turist bu 2 sərxoşa mane olmamaq üçün onlara yol verdilər. Markus Qüdsün məbəd bağına gedən dar bir küçəsinə çıxdı. Simon da onun arxasınca getdi. İkisi də qışqıra-qışqıra Carmen operasındakı ariyanı oxumağa davam edirdi. Sən məni sevməsən də, mən səni sevəcəyəm. Mən səni sevirəmsə, onda ehtiyatlı ol. Qarşılarına çıxan qara papaqlı kök kişi səslərini aşağı salsınlar deyə onlara təpindi. Burada oxumaq yeri deyil. Onda ehtiyatlı ol deyə Simon barmağını onun sinəsinə vurdu. Markus kişini sakitləşdirməyə çalışdı. Sərxoş adama məsləhət vermək ağılsızlıqdır, dostum. Görürsən, lül qəmbərdir.
Əvvəla, mən sizin dostunuz deyiləm. İkincisi də, onun içkili olmağı məni maraqlandırmır. Səsini kəsməsə, polis çağıracam. Köç kişi cibindən mobil telefon çıxartdı. Simon ləngər vura-vura ona yaxınlaşdı. Viski qoxuyan nəfəsini onun üzünə buraxdı. Sən ot püskürən əjdaha görmüsən? Bunu deyib cibindən alışqan çıxartdı. Yandırıb ağzının qabağına tutdu. Köç kişi ona başdan xarab deyib öz yolu ilə getdi. Dostlar qucaqlaşıb qəhqəhə çəkdilər. Simon əyilib yerdəki pulqabını götürdü. Ləngər vura-vura qalxıb onun dalınca qışqırdı. Ey, deyəsən bu sənin cibindən düşdü. Köç kişi qayıdıb yerə saldığı pulqabını ondan aldı. Dodaqaltı təşəkkür edib yeyin addımlarla uzaqlaşdı. Onun bəxti gətirdi. Yaxşı ki, sənin kimi bir adamla rastlaşıb. Başqası olsaydı bəlkə də qaytarmazdı. Mən pulqabını onun cibindən çıxartmışdım. O yazdığım pulqabısını niyə uğurladın? Elə belə, sadəcə mənə təşəkkür etməyini istədim. Bayaq məni təhqir eləmişdi axı. Hər şeydə bir harmoniya olmalıdır. Alışqanı çıxardıb ağzının qabağına tutanda yazıq kişi şok keçirdi. Elə bildi ağzından od püskürəcəksən. Bir şüşə 10 illik Talisker viskisi içəndən sonra mən doğrudan da od püskürə bilərəm. Yaxşı görək. Uzaqbaşı burnunun içindəki tükləri yandırarsan. Gəl 20 avrodan mərc edək. Oldu, vur bura. Dostlar əllərini bir-birinə vurdular. Simon alışqanı yandırıb ağzına yaxınlaşdırdı. Alov ani olaraq Markusun sifətini işıqlandıranda o qeyri-ixtiyari olaraq bir addım geri çəkildi. Sənə nə oldu? Alovu sevmirəm. Markus yarısı yanmış sağ əlini açıb ona göstərdi. Bax, kabab bişirəndə olub. Simon onun əlindəki yanğını çoxdan görmüş, ancaq nəzakət xatirinə bir şey soruşmamışdı. Qarnım su ilə doludur. Simon söhbəti dəyişdi. Gərək özümü boşaldım. Elə mən də. Dostlar aşağı-aşağı yollarına davam etdilər. Özlərini boşaltmaq üçün münasib yer axtarmağa başladılar. Nəhayət bir divar dibində ayaq saxlayıb şalvarlarını qabağına açdılar. Sənə bir şey etiraf edə bilərəm, deyə Markus soruşdu. Hə, amma məni şoka salma. Görmürsən, depressiyadayam. Sən bir meydin üstünə işəyirsən. Simon geri çəkilib divarın dibindəki suliyata baxdı. Əşi qorxma, it leşidir. İt leşi? Görmürsən? Çox sağ ol, indi gördüm, amma məni yaxşı qorxutdun. Şalvarlarının qabağını bağlayıb yollarına davam etdilər. Cəmaatın pulqabısını uğurlamaqdan, viski qoxusu gələn nəfəsini yandırmaqdan, it leşinin üstünə işəməkdən başqa əlindən daha nə gəlir? Deyə Markus ona sataşdı. Dostlar hara getdiklərini bilmədən addımlayırdılar. Simon dedi ki, bundan başqa 52 karton içindən dama ürəyi tapıb çıxara, qaşığı burnunun üstündə dik saxlara və dilini geri qatılaya bilir. Gör bir əlindən nə qədər gözəl və faydalı şeylər gəlir. Markus yenə ona sataşdı. Sənə qibtə eləyirəm. Dostlarla bir yerdə olanda bu istedadımı nümayiş etdirib onları əyləndirirəm. Əlindən başqa nə gəlir? Ayaqlarımı qatlayıb boynumun dalına qoya bilirəm. Təpiklə sənin başından şamı söndürə bilərəm. Bunu Çində, monastırda öyrənmişəm. Bilirsən nə haldasan? Təpik atan kimi arxa üstə yerə dəyəcəksən. Hə, ölüləri də dirildə bilirəm. Həm də ayağı bir qəbrə ilişən Simon səsini kəsib ətrafa boylandı. Gəlib Məsihin qapısının qarşısında olan qəbirstanlığa çatmışdılar. Sakitlik idi. Adama elə gəlirdi ki, süd kimi ağ, ay işığı altında uyuyan bu qəbirləri heç vaxt heç bir məxluq, heç bir kəs, heç bir səs narahat edə bilməz. Qəflətən Markusun sinəsindən bir qışqırıq qopdu. Səsi müqəddəs divarlarda əks-səda verdi. Simon çevrilib ona baxdı. Bir qəbrin baş daşısı tərpənirdi. Yekə, pişik boyda bir heyvan baş daşının arxasından çıxıb qəbirlərin arasında gözdən itdi. Qorxudan ağappaq ağarmış Markus əllərini ürəyinin üstünə qoyub nəfəsini dərdi. Simon qəhqəhə çəkib güldü. Markus qaşlarını çatıb ona təpindi. Dedi, özünü ciddi aparsın, qəbirstanlıqda yatan ölülərə hörmət etsin. Sonra gözlərini qaldırıb Məsihin qapısına baxdı. Bilirsən bu nə qapıdır? Deyirlər qiyamət gününün sonunda
Məsih bu qapıdan gələcək. Hə, bilirəm, amma o vaxt bunu deyənlər bilmirdilər ki, Məsih keçə bilməsin deyə Sultan Süleyman bu qapını hördürəcək. Görəsən kimsə nə vaxtsa bu qapıdan keçə bilər? Qalınlığı bir neçə metr olan bu divardan? Hə, amma dostlarını əyləndirmək istedadlarım var ha, çox azdır. Nə bilirsən, gəl bir yoxlayaq. Çox axmaq fikirdir. Niyə? Bəlkə keçdim. Simon, gecdir, evə qayıtmalıyıq. Simon əlini onun qarşısında açdı. Gəl bir də 20 avrodan mərc edək. Yaxşı, gic-gic danışma, gəl gedək. Əlini əlimə vurmasan, buradan heç yana tərpənən deyiləm. Sənin başın xarabdır. Özündə sərxoşsan. Başı xarab sərxoş, bu yəqin ki, mənim təzə ləqəbimdir. Əgər başını bu divara çırpıb partlatmaq istəyirsənsə, öz işindir. İçki məni elə keylədib ki, ağrı zad hiss edə bilmirəm. Özün bil, amma məndən demək, bunun axırı miqrenlə qurtaracaq. Özü də 20 avro uduzacaqsan. Vur da bura. Markus əlini dostunun əlinə vurdu. Simon özünü yığışdırdı. Gözlərini yumub dərindən nəfəs aldı. Markus videoya çəkmək üçün mobil telefonunu cibindən çıxartdı. Simon tərpənmir, gözləri yumulu halda dərindən nəfəs alıb verirdi. Markus əlini onun çiyninə qoyub silkələdi. Deyəsən axı ayaq üstə yatmısan? Əhsən, amma unutma, bu divardan keçməlisən, yoxsa 20 avro uduzacaqsan. Mane olma, fikirlərimi cəmləyirəm. Simon əllərini yanına saldı, başını yuxarı qaldırıb, Sultan Süleymanın hördüyü qapının qarşısında dayandı. İndiyə qədər fərqinə varmadıqları, hamısı bir küncdə uzanıb mürgələyən əskər oyanıb Simona tərəf nə qışqırdı. Simon ona fikir vermədi. Addımlarını yeyinlədib ləngər vurmadan birbaşa divara tərəf yüyürdü. Sonra atəş səsi gəldi. Sonra sakitçilik çökdü. Markus gözlərini telefonun ekranından ayırıb Məsihin qapısına baxdı. Simon gözdən itmişdi. 2. Donuz xorultusuna oxşayan bir səs Simonu yuxudan oyatdı. Gözlərini açanda başında güclü ağrı qopdu. Gözünü turşudub ətrafa baxdı. Taxta çarpayı üstə atılmış nazik döşəkdə uzanmışdı. Otağı tək idi. Başa düşdü ki, donuz kimi xoruldayan elə onun özü olub. Ağrıdan başı çatlayırdı. Yavaş-yavaş yerindən qalxıb ayaqlarını sürüyərək qapıya tərəf getdi. Tutacaqdan yapışıb dartdı. Qapı bağlı idi. O biri tərəfdə oturan polisin diqqətini cəlb etmək üçün qapının ortasındakı şüşəni barmaqları ilə taqqıldatdı. Polis burnunun altından nəsə mızıldanandan sonra telefonun dəstəyini götürüb nömrə yığdı. Simon anladı ki, o öz rəisinə zəng vurur. Qışqırıb əsəbləşməyin, dava salmağın yeri deyildi, həbsxanada idi. Buradan tezliklə və asanlıqla çıxmağın ən yaxşı yolu özünü sakit aparmaqdan keçirdi. Simon bir neçə dəfə dərindən nəfəs aldı. Ona fikirləşməyə mane olan baş ağrısını dəf etməyə çalışdı. Ən başlıcası, bura necə düşməyinin səbəbini bilmək istəyirdi. Üstəlik Markus da tərs kimi yoxa çıxmışdı. Onun harada olduğunu öyrənmək lazım idi. Simon xatırladı, dünən dostu ilə Qüdsün bir neçə barında möhkəm vurandan sonra qol-qola girib şəhərin qədim küçələrində Carmen operasından ariyanı oxuyur, gəzirdilər. Sonra nə baş verdiyini unutmuşdu. Yəqin Markus ona xatırladar. Qapının əks tərəfində kölgə göründü. Kilid 2 dəfə şaqqıldayandan sonra qapı açıldı. Bir polis işçisi içəri girdi. Sınıq-salxaq ingilis dilində nəsə deyəndən sonra onun qolundan yapışıb hücrədən çıxartdı. Onlar Amerikan filmlərindəki polis idarəsinə oxşayan binanın uzun dəhlizi ilə xeyli yol getdilər. Nəhayət Simonu polis rəisinin otağına apardılar. Rəis telefonla danışırdı. İşarə ilə Simona oturmağa təklif etdi. Qısa vurulmuş saçları, qara gözləri, qolları dirsəyinə qədər tırmanmış cins köynəyi ilə o polis işçisindən daha çox hərbiçiyə oxşayırdı. Rəis Yəhudi dilində danışdığı telefon söhbətini bitirib dəstəyi yerinə qoydu. Sonra ingilis dilində sözə başlayıb özünü təqdim elədi. Kapitan Zev. Simon Lang. Adınızı bilirəm. Fransız olduğunuzdan da xəbərim var.
Beyrutda doğulmusunuz, 30 yaşınız var, özünüz də Parisdə yaşayırsınız. Onu da bilirik ki, sabah Fransaya qayıtmalısınız. Kapitan bu məlumatları haradan aldığını göstərmək üçün barmağı ilə Simonun stol üstə olan fransız pasportunu göstərib əlavə etdi. Ancaq bizə bir şey qaranlıqdır. Sən dünən gecə Məbəd meydanına necə keçmisən? Açığını deyim, heç özüm də bilmirəm. Simon gicgahlarını ovuşdura-ovuşdura cavab verdi. Siz sərxoş vəziyyətdə Məscidlər meydanında, daş qapının yanında saxlayıblar. Təkrar edirəm, ora necə gedib çıxmısınız? Özünüz deyirsiniz ki, sərxoş olmuşam. İnanın, heç nə xatırlamıram. Markus hardadır? Markus kimdir? Dostumdur, dünən o da mənimlə idi. Soyadı nədir? Bilmirəm. Dostunuzun soyadını bilmirsiniz? Cəmi bir neçə gündür onu tanıyıram. Valideynlərimin dəfn mərasimində tanış olmuşuq. Burada onun yanında qalıram. Kapitan Zev qarşısındakı dəftərçəyə nəsə qeyd edəndə Simon ona Markusun ünvanını verdi. Qüdsə nə məqsədlə gəlmisiniz? Simon müqəddəs şəhərə nə məqsədlə gəldiyini ondan gizlətdi. Elə belə, boş bikar adamam. Bir yerdə uzun müddət qərar tuta bilmirəm. Gəzirəm, o şəhər sənin, bu şəhər mənim. Öz evim yoxdur. Pasportumdakı ünvan da valideynlərimin yaşadığı evin ünvanıdır. Hansı pulla belə sağa-sola gəzirsiniz? Orada burada kiçik işlər görürəm. Qaldığım şəhərlərdə pulla xarici dil, karate, kung-fu, yoga dərsləri verirəm. Karate, kung-fu, yoga hara? Sərxoşluq etmək hara? Yastayam, cənab kapitan. Bu yaxınlarda valideynlərimi itirmişəm. Terrorizm, yeni intifada, cinayətkarlıq, bu yaxınlarda baş verən zəlzələ bəs deyil, siz də bu yandan çıxmısınız. Qeyd. İntifada, Fələstin torpaqlarını ələ keçirmək üçün yaradılmış ərəb hərbi hərəkatı, radikal formada İsrail dövlətini məhv etmək üçün təşkil olunub. Qeydin sonu. Bunların mənə nə dəxli var? Dəxli odur ki, mən bu problemləri qoyub, indi də Fransa səfirliyi ilə məşğul ola bilərəm. Polis kapitanı Simonun pasportunu ona uzadıb təmkinlə əlavə etdi. Sənə məsləhət görürəm, Məscidlər meydanından uzaq gəzəsən. O ki qaldı spirtli içkiyə, onu da biraz azaldasan. Pis olmaz. Arxain olun. Arxain ola bilsəydim, polis işçisi yox, sinagogda ravvin olardım. Bir də yolunuz bura düşsə, fransız olub olmadığınıza baxmaram, basarım təri. Nəhayət kapitan onun pasportunu buraxdı. Sabah axşam təyyarəyə gecikməyin. 3. Simon Qüdsün şərq hissəsini tərk edib, Məsihin qapısı və Əl-Əsqa məscidinin yerləşdiyi qədim məhəlləyə, Məscidlər meydanına yollandı. Dünən gecə polislər onu burada yaxalamışdılar. Görəsən hansı yolla hər adamın daxil ola bilmədiyi, çox ciddi şəkildə mühafizə olunan bu məşhur İslam ziyarətgahına gəlib çıxmışdı? Bu sualın cavabını ona ancaq Markus verə bilərdi. Simon belə fikirləşdi. Ancaq qəribə idi. İndiyədək dostundan heç bir xəbər çıxmamışdı. Şirlər qapısından qədim şəhərə daxil olanda hiss etdi ki, kimsə onu izləyir. Bir neçə dəfə çönüb arxaya baxdı. Hər dəfə gözləri biraz geridə. Onun ardınca gələn çalsaç kişiyə sataşırdı. Simon onu izləyən adamı azdırmaq üçün addımlarını yeyinlədib, darısqal və əyri-üyrü küçələrlə dostu Markusun yaşadığı xristian məhəlləsinə yollandı. Qədim Qüds 8 qapısı olan daş divarlarla əhatə olunmuş, müsəlman, xristian, erməni və yəhudi məhəllələrindən ibarət bir şəhər idi. Bu 8 qapıdan ancaq biri, Məscidlər meydanına aparan qapı 500 il idi hörülmüşdü. Müsəlman olmayan bir şəxs Məscidlər meydanına ancaq taxta körpüdən keçə bilərdi və həmin körpü hal-hazırda təmir olunurdu. Simon özünü bazar məhəlləsinə vurdu. Beyni onu narahat edən suallarla dolu olsa da, piştaxta üstündə olan müxtəlif qoxulu və rəngli ədviyyatlara göz gəzdirdi. Kənarda oturmuş bədəvi ərəbidən 3 dənə nar aldı. Biraz C vitamini qəbul etmək pis olmazdı.
Ağrıdan çatlayan başını sakitləşdirmək, bədənindəki viskinin təsirindən azad olmaq məqsədi ilə meyvələrin birini 2 yerə bölüb, qıpqırmızı qan kimi nar dənələrini acgözlüklə ağzına doldurdu. Nar yeyə-yeyə irəliləyib Markusun evinə gedən daş döşənmiş küçəyə buruldu. Dostu yerə dördbucaq formalı daşlar döşənmiş həyətin o biri başında olan qırmızı kərpicdən tikilmiş kiçik binanın 2-ci mərtəbəsində yaşayırdı. Simon 2-ci mərtəbəyə qalxıb Markusun qapısını döydü. Qapı açıq idi. Kilidi sındırmışdılar. Ehtiyatla içəri girəndə yerində donub qaldı. Evin altı üstünə çevrilmişdi. Mebellərin hamısını aşırmış, kitabları otaq boyu səpələmişdilər. Divan kreslonu, yumuşaq oturacaqlarını bıçaqla kəsib doğramışdılar. Markus gözə dəymirdi. Simon dostunu çağıra-çağıra 2 otaqlı evin tualetinə, vanna otağına və mətbəxinə nəzər salandan sonra başa düşdü ki, səfər çantası və tualet əşyaları yoxa çıxıb. Parket üstə səpələnmiş kitabların və kağız-çuğuzların arasında Lufthansa aviaşirkətinə məxsus rezervasiya qəbzini tapdı. Markus səhər reysi ilə Berlinə uçmuşdu. Simon qəbzi cibinə qoyub başını qaldıranda gözləri qapı ağzında dayanmış kök qadına sataşdı. Əynində xalat, ayaqlarında yumuşaq ev ayaqqabısı olan qadın təəccübünü gizlətmək üçün əlini ağzına basıb, bərəlmiş gözləri ilə ona baxırdı. Simon ona sarı addımladı. Qonşu qadın təlaşla geri atıldı. Uca səslə haray salıb kömək çağırdı. Simon başa düşdü ki, qarşısında 2 yol var. Ya yerindən tərpənməyib polisi gözləməli, onlara bu işdə heç bir günahı olmadığını sübut etməyə çalışmalı və sözsüz ki, hər şeyi aydınlaşdırmaq üçün yenə polis şöbəsinə, kapitan Zevin yanına aparılmalıdır. Ya da ki, nə qədər gec deyil, qaçıb aradan çıxmalı. İsrailə ayaq basdığı gündən bəri başına gələn bu qəribə və anlaşılmaz əhvalatlardan canını qurtarmalıdır. Simon nə edəcəyini götür-qoy edən zaman gözləri bıçaqla yırtılıb bir tərəfə atılmış səfər çantasına sataşdı. İrələyib yırtıq-yırtıq olmuş çantasını qaldırdı. Açıb içindəkiləri yoxladı. Çantanın dibindəki gizli cibində Livan pasportunu, səfər qəbzlərini və təyyarə biletini görəndə rahatlıqla nəfəs aldı. Tələsik yerə səpələnmiş şeylərini yığışdırıb dəhlizə nəzər saldı. Qonşu qadının harayına hündürboy, enli kürək, cüssəli cavan oğlanla, yəqin ki, neçə-neçə müharibə görmüş, qoca bir kişi gəlmişdi. Simon pəncərəyə yaxınlaşıb küçəyə baxdı. Atılmaq olmazdı, çox hündür idi. Aşağıda dayanan, açıq rəngli kostyum geyinmiş 2 nəfər başını qaldırıb yuxarı boylandı. Simonu görən kimi cəld həyəti keçib yuxarıya, 2-ci mərtəbəyə cumdular. Simon qaçaraq evdən çıxanda qapı ağzında dayanmış hündür və cüssəli cavan oğlanla toqquşdu. Markus hardadır? Simon ona nəfəs dərməyə imkan verməyib, Yahudi dilində soruşdu. Hara qaçırsan, dayan, deyə cavan oğlanın arxasında duran qoca kişi ona hədə-qorxu gəldi. Simon sol tərəfə baxdı. Pilləkənlərlə yuxarı qalxan, açıq rəngli kostyum geyinmiş 2 nəfərin ayaq səsləri yaxınlaşırdı. Tez bir qərara gəlmək, yaranmış vəziyyətdən çıxmaq lazım idi. Bir addım geri çəkildi. Qapının arxasınca çəkib əlindəki çantanı pəncərədən həyətə atdı. Sonra qayıdıb qapı arxasında gizləndi. Qonşular içəri soxulub, açıq pəncərəyə tərəf cumdular. Onlardan biri həyətdəki çantanı göstərib nəsə dedi. Qapı arxasında gizlənmiş Simon vaxt itirmədən dəhlizə çıxdı. Yuxarı qalxan açıq rəngli kostyum geyinmiş 2 nəfərlə üz-üzə gəlməmək üçün qaçıb 3-cü mərtəbəyə çıxdı. Bilirdi ki, burada terasaya çıxan keçid olmalıdır. 3 gün əvvəl Markus onu buraya qaldırıb terassadan görünən müqəddəs qəbir kilsəsini göstərmişdi. Simon pilləkən məcərlərindən atılıb evin damını örtən şiferin üstünə çıxdı. Şifer onun ağırlığına tab gətirməyib çatladı. Simon cəld damın üstündəki elektrik kabellərdən birindən yapışıb fikirləşmədən özünü damdan yerə atdı. Kabeli əlindən buraxmadan havada biraz uçdu. Sonra əllərində içi dolu 2 bazar çantası aparan qadının üstünə düşdü.
Müvazinətini itirən qadın arxası üstə yıxılıb haray çəkdi. Simon tez qalxıb yerə tökülən meyvələri tapdalaya-tapdalaya çantasına tərəf yüyürdü. Qadının qarğış və söyüşləri altında çantasını qamarlayıb gözdən itdi. 4. Simon dünyanın dörd bir yerindən gələn turistlərlə dolu darısqal küçələrlə bir qədər qaçandan sonra cəmaatın qarışqa kimi qaynaşdığı dördkünc meydana gəlib çıxdı. Meydanın o biri başında müqəddəs qəbir kilsəsi ucalırdı. Ziyarətə gəlmiş bir qrup zəvvara qoşulub onlarla birlikdə kilsəyə tərəf irəlilədi. Ancaq qapıya çatanda qəflətən sol tərəfə döndü. Yerdə oturan dilənçilərin üstündən adlayıb geri boylandı. Heç kim tərəfindən izlənilmədiyinə əmin olandan sonra kilsənin Anastasis türbəsinə sarı qaçdı. Türbə müqəddəs qəbir kilsəsinin iki əsas günbəzinin ən böyüyünün üzərində ucalırdı. Türbənin mərkəzindəki ibadətgaha İsa Peyğəmbərin məqbərəsi yerləşirdi. Simon nəhayət dünya xristianlarının ən müqəddəs yeri olan, müfik mənada, inam, etiqad və ümidlə dolu müqəddəs ziyarətgahda rahat nəfəs ala bildi. Bu ala sığmaz dərəcədə böyük kilsəyə İsa Peyğəmbərin məzarı ilə yanaşı həm də onun çarmıxa çəkildiyi Qolqof daxil idi. Qeyd: Qolqof, Yahudi dilində Qulqalta, Qüds divarları arxasında İsa Məsihin çarmıxa çəkildiyi yer. Qeydin sonu. Müqəddəs qəbir kilsəsinin divarlarında İsa Peyğəmbərin həyatının son anları, onun çarmıxa çəkilməyi, xaçdan endirilməsi, qəbrə qoyulmağı, dirilib göyə qalxmağı həkk olunmuşdu. Bunlar Simonun qəlbində sönməkdə olan xristian alovunun təzədən alışmağına bəhs etdi. Qəribədir, Simonun instinkti onu qeyri-adi olaraq gətirib Markusun ən sevdiyi və xüsusi hörmət bəslədiyi bu kilsəyə çıxartmışdı. Məsələ ondadır ki, bu müqəddəs məkan xristian kilsəsinin 6 müxtəlif təriqətinin, Erməni kilsəsinin, Rom katolik kilsəsinin, Kopt kilsəsinin, Yunan ortodoks kilsəsinin, Efiop və Suriya kilsəsinin mərkəzi və sitayiş yeri hesab olunurdu. Görəsən Markus bu 6 kilsənin hansına sitayiş edirdi? Simon dostunu tanıya biləcək bir kilsə xadimi tapmaq ümidi ilə 6 dini icmanı təmsil edən ziyarət yerlərini bir-bir gəzməyə başladı. Koptların ibadətgahında Markusu tanıyan olmadı, ancaq Suriya ortodoks kilsəsinin təmsil edən ibadətgahlarda bəxti gətirdi. Simon müqəddəs kitabları yerbəyer edən keşişə yaxınlaşıb Markus adlı bir adamı tanıyıb tanımadığını soruşdu. Keşiş ondan biraz yaşlı, saçları və saqqalları qapqara, sağ əlinin yarısı yanmış, hündür, enli kürək, qamətli kişi, ağzını açmağa macal tapmamış Simon ona dostunun xarici görünüşünü təsəvvür etdi. Klema ata ona hər şeydən əvvəl izah etdi ki, dünyada bu təriqətdə sitayiş edən 2.500.000 xristian var və onların nə adları ilə, nə də xarici görünüşləri ilə yadda saxlamaq mümkün deyil. Markus elə bir inamlı xristiandır ki, onu yadda saxlamamaq mümkün deyil. Yəqin elə bu səbəbdən o mənim yadımda qalıb. Deməli onu tanıyırsınız? Mən nə vaxt dedim ki, onu tanıyıram. Dedim ki, sizin təsvir etdiyiniz adamı xatırlayıram. Onun haqqında nə bilirsiniz? Markus bir dəfə bizim ibadətgaha girən ərəblə savaşmışdı. Elə o vaxt tanış olduq. Çox qaynar, amma xarizmatik adamdır. Həm də ağla gəlməz hərəkətlər edir. Bir də görürsən bir ay hər bazar günü mütəmadi olaraq kilsəyə gəlir. Sonra birdən-birə aylarla yoxa çıxır. Məsələn, indi 3 həftə olar ki, onu görmürəm. Yenə yerli dibli yoxa çıxıb. Sizcə o yoxa çıxanda harda olur? Elə mən özüm də hərdən bu suala özümə verirəm. Cavab tapa bilirsiniz? Siz onun dostu ola-ola bu sualın cavabını bilmirsinizsə, mən hardan bilim? Mən onu cəmi bir həftə tanıyıram. Həyatını danışmağa vaxtı olmayıb. Ancaq onun birdən-birə yoxa çıxmağı məni narahat edir. Dünən axşam bir yerdə idik. Qulaq asın, cənab. Simon Long. Bilirəm.
Keşiş tərəddüd etdi. Markus Dəlisovun biridir. Həmişə başına qəribə işlər gəlir. Yaxşısı budur, ona əlavə problem yaratmamaq üçün ağzımı yumum. Deyəsəni yaxşı başa düşmürsünüz. Markusə kömək etmək üçün onu axtarıram. Onda gedin, dostunuzu Berlində axtarın. Simon Markusun evindən tapdığı Lufthansa aviaşirkətinə məxsus qəbzi xatırladı. Deməli, düz yoldadır. Berlin, hara, o hara? Yəqin bilməmiş deyilsiniz. Markusun əsli Almandır. İlin bir neçə ayını Berlində yaşayır. Məncə, əgər onun başına Qüdsdə xoşagəlməz bir hadisə gəlibsə, ona mütləq Berlinə qayıdıb. Berlin böyük şəhərdir. Onu orada necə tapmaq olar? Deyəsən, axmaqlıq eləyirəm axı. Mənə kömək etməsəniz axmaqlıq edərsiniz. Onun Almaniyadakı ünvanını bilmirəm, amma... Nə amma? Markus təkcə kilsələri gəzmir, o barlara getməyi də xoşlayır. Ondan xəbərim var. Bir dəfə mənə Ağ Zibil Yeşiği adlı bardan bəhs etmişdi. 5. Simon onu izləyən çalsaç kişini və açıq rəngli kostyum geyinmiş 2 nəfəri azdırmaq üçün qədim Qüdsün dar küçələrində cəmfəşanlıqla alver edən cəmaata qarışıb gözdən itdi. Müqəddəs qəbir kilsəsinə girməklə xilas ola bilmişdi. Arxayınlıqla nəfəs aldı. Dəməşq qapısından çıxaraq qədim şəhəri tərk edib, Qüdsün alverçilər az olan qərb hissəsinə keçdi. Sabah Parisə qayıtmalı idi. Simon bu şəhərdəki son gecəsini keçirmək üçün ucuz hotel axtarmağa başladı. Qəflətən arxadan maşın əyləncinin səsi eşidildi. Simon geri çevriləndə dizləri arxasında dayanmış bir Alman markalı universal maşının buferinə toxundu. Arxa qapılar açıldı. Açıq rəngli kostyum geyinmiş 2 nəfər maşından çıxıb onun üstünə atıldı. Simon nə baş verdiyini anlamağa macal tapmadı. Onu qamarlayıb maşının arxa oturacağına atdılar. Sonra hərəsi Simonun bir tərəfində əyləşib qapını çırpdı. Maşın sürətlə yerindən götürüldü. Simon heç bir müqavimət göstərmədi. Əvvəla tərpənə bilmirdi. İkincisi də özü üçün aydınlaşdırmaq istəyirdi ki, görsün bu adamlar ondan nə istəyirlər. Nə günah işlədib, kimə nə pislik edib. Ona görə də ilk sualı özü onlara verdi. Məndən nə istəyirsiniz? Cavab əvəzinə sağ tərəfdə oturan adam dirsəyi ilə onun qarnına möhkəm bir zərbə endirdi. Sualı sən yox, biz verəcəyik. Sol tərəfdə oturan əlavə etdi. Sən, sən? Onun dirsəyi ilə vuran soruşdu. Yüksək sürətlə hərəkət edən maşının təkərləri asfaltda şütüyüb, türkürpədici səslər çıxartdı. Simon müvazinətini itirib sağ tərəfdəki kişinin üstünə yıxıldı. Sən, sən? Yenidən təkrar olundu. Simon Lang. Yenə qarnına bir dirsək zərbə dəydi. Adımı deyirəm də... Dünən gecə sən çox pis hərəkət etmisən. Sağ tərəfdə oturan cüssəli kişi sözünü davam etdi. Niyə? Məgər İsraildə spirtli içki içmək qadağandır? O növbəti zərbəni aldı, amma bu dəfə sifətindən. Sol tərəfində oturan adam kəlləsi ilə onun ağzına necə vurdusa, burnundan qan açıldı, dodaqları dişlərinə dəyib partladı. Əlləri ilə əzilmiş burnunu və ağzını tutub inildəyən Simon başa düşdü ki, bura zarafatın yeri deyil, danışığına fikir verməlidir. Nə sualınız var? Markusə verin. Mən sərxoş idim. Nə eləmişəm, nə iş görmüşəm, xatırlamıram. Markus hardadır? Deməli, bu adamlar Markusu tanıyırlar. O kimdir? Yox, o hardadır deyirlər. Elə mən özüm bunu axtarıram. İmkan verin əvvəlcə onu tapım, sonra sizin suallarınıza cavab verərəm. Simon bədənində kəskin ağrı duydu. Bu dəfə cəlladıları ona qarşı polislərin istifadə etdiyi tazeri elektrik silahı işlətmişdilər. Simon bədənindən keçən elektrik cərəyanının təsirindən qeyri-ixtiyari olaraq qışqırıb yerində necə atıldısa, başı maşının tavanına dəyib əzildi. Sürücü qaza bastı. Yüksək sürət götürən Qüdsün şimalına tərəf istiqamət almış Alman maşınının mühərriyindən çıxan nərilti onu yenidən reallığa qaytardı.
Simon bir şeyi başa düşürdü. Nə qədər ki huşu başındadır, nə qədər ki hərəkət etməyə qadiri var, nəyin bahasına olursa olsun bir təhər onların əlindən çıxmalıdır. Özünü huşsuzluğa vurub, yaranmış vəziyyətdən çıxış yolu axtarmağa başladı. Ən yaxşısı sürücünü zərərsizləşdirib maşını yoldan kənara çıxarmaq idi. Sonra nə olar? Qarşıda döngə görünürdü. Simon özünü toparladı. Ağlına gələn fikri həyata keçirmək istədi, ancaq döngədə iri motosikletin ətrafına toplaşıb söhbət edən bir qrup gənc oğlanları görəndə fikrindən daşındı. Maşını yoldan çıxsa onları vura bilərdi. Nə oldu? Özünə gəldin? Sağ tərəfdə oturan kişi istehza ilə ondan soruşdu. Məni hara apararsınız? Elə bir yerə aparırıq ki, orada sənin başına oyun açacaqlar və sən bülbül kimi cəhcəh vurub, lazım olan hər şeyi bizə deyəcəksən. Qabaqda yeni bir döngə göründü, ancaq bu dəfə də başqa bir təhlükə ortaya çıxdı. Döngənin sonunda böyük bir bina ucalırdı. Maşın yoldan çıxsa, mütləq o binaya dəyib xurdkəşil olacaqdı. Simon bu dəfə də fikrindən daşındı, ancaq hər ehtimala qarşı gələcək zərbədən özünü qorumaq üçün bel çantasını qarnına sıxdı. Az sonra qarşıda yeni bir döngə göründü. Simon ən əlverişli məqamın gəlib yetişdiyini fikirləşdi. Dizlərini qarnına yığıb bütün gücünü topladı. Sonra qəflətən ayaqlarını açıb sürücünün kürəyinə qoşa təpiklə möhkəm bir zərbə ilişdirdi. Sürücü gözlənilməz zərbədən qabağa atılıb sinəsi ilə sükana yapışdı. İstiqamətini itirən maşın döngəni burulmaq əvəzinə düz gedib asfalt yoldan çıxdı. Sürücü qeyri-ixtiyari olaraq əylənici basdı və sürətlə yoldan çıxan maşın qəflətən yerində mıxlanıb qaldı. Şok o qədər güclü oldu ki, maşının hava yastığı açıldı. Sürücü tərəfdə olan hava yastığı onu oturacağın söykəncinə pərçimlədi. Simonun sağında və solunda oturan, açıq rəngli kostyum geyinmiş kişilərə tərəf olan hava yastıqları da açıldı və onları da oturacaqların söykəncinə yapışdırdı. İki cəlladın arasında oturan Simon özü isə zərbənin təsirindən irəli dartınıb, maşının ön şüşəsindən bayıra uçdu. Alman maşınının kaputu üstündən sürüşüb, hansısa bir evin bağçasına yuvarlandı. Ot üzərində bir qədər kəllə-məyallaq aşandan sonra diz üstə dikəlib nəfəsini dərdi, ətrafına göz gəzdirdi. Əvvəlcə bədənindəki sümüklərinin sınıb-sınmadığını yoxladı. Heç bir zədə almadığına əmin olandan sonra ayağa qalxdı, qaça-qaça düşdüyü bağçadan çıxdı. Maşın yoluna çıxıb qarşıda gələn avtobusa əl etdi. Maşın dayandı. Simon onun hansı istiqamətə hərəkət etdiyinin fərqinə varmadan tez avtobusa qalxıb qabaq oturacaqların birinə çökdü. 10 dəqiqədən sonra avtobus onu Təl-Əviv şəhərinə gedən nəqliyyatın dayandığı vağzala gətirdi. Simon çox fikirləşmədi. Təl-Əvivə gedən avtobusların birinə minib özünü arxa oturacağa atdı. Bir qədər sonra hiss etdi ki, avtobusdakı sərnişinlər ona qəribə nəzərlərlə baxırlar. Əlini üzünə çəkəndə bütün sifətinin qan içində olduğunu başa düşdü. 6. Simon yalnız təyyarə havaya qalxandan sonra rahat nəfəs aldı. Artıq bütün təhlükələr arxada qalmışdı. Üzünün və əllərinin qanı aeroportun tualetində yumuşdu. Yaralanan yeri yox idi. Qolları və az qala bədəninin hər yeri gömgöy ləkələrlə dolmuşdu. Sonra Parisə olan bileti Berlinə uçan təyyarə reisini dəyişmişdi. Qarşı oturacağın cibindəki jurnalı götürüb vərəqlədi. Lufthansa aviaşirkətinin hansı ölkələrə uçduğunu göstərən səhifəni çevirmədi. Bir həftə qabaq Taylanddan başlayan və İsrailə qədər davam edən səfəri barədə fikirləşdi. Beyrut, Qüds, indi də Berlin. Axı nə baş verdi? Durduğu yerdə nədən belə cəncəl işlərin içinə girdi? Hər şey bir neçə gün əvvəl başlamışdı. Taylandda. Mekong çayının sahilindəki Buddist monastırında sakitcə meditasiya edirdi. Qəflətən monastırdakı rahiblərdən biri qaçaraq yaxınlaşdı. Təlaşla əlindəki teleqramı ona uzatdı. İlk şoku onda aldı. Valideynləri Parisdə avtomobil qəzasında həlak olmuşdular. Bu dəhşətli xəbər ona 3 günə gəlib çatmışdı. Çünki heç kim onun harada olduğunu dəqiq bilmirdi.
Bu vaxt ərzində artıq valideynlərinin cəsədi dəfn olunmaq üçün Livana göndərilmişdi. Atası fransız Paul Lang Fransanın Livandakı səfirliyinin mədəniyyət işləri üzrə ateşçisi idi və o Livanın ən gözəl xanımlarından biri Aminə ilə ailə qurmuşdu. Simon bir-birini dərindən sevən bu cütlüyün yeganə evladı idi. Valideynləri ilə həm Livanda, həm də diplomat atasının işləməyə göndərildiyi bir neçə ölkədə yaşamışdı. Simon orta məktəbi bitirəndən sonra atasının təkidi ilə Parisdə ilahiyyat kurslarında təhsil almışdı. Ona görə bir neçə şərq ölkəsində böyüyüb başa çatan bu gənc kursları bitirəndən sonra dünyanı gəzmək, yiyələndiyi texnoloji biliklərin real həyatda necə əks olunduğunu öz gözləri ilə görmək arzusu ilə yaşayırdı. Elə bu səbəbdən diplomunu alandan sonra çantasını çiyninə salıb dünyanı gəzirdi. Hindistana, Tibetə, Çinə, Taylanda etdiyi səfərlər zamanı buddizmlə, meditasiya ilə maraqlanmış, karate və kunfu ilə məşğul olmuş, habelə günlərcə ac qalmış, ancaq su və hava ilə yaşamağı öyrənmişdi. Dünyanın problemlərindən uzaqlaşıb Taylandda, Mekong çayının sahilində yerləşən buddist monastırında sakit ömür sürən Simonun həyatı ata-anasının qəfil ölüm xəbəri ilə darmadağın olmuşdu. Simon valideynlərinin dəfn mərasimində atasının yaxın dostu olmuş, Qüdsdə yaşayan Markus adlı adamla tanış olmuşdu. Elə həmin gün yerli natriat kontorunun əməkdaşı ona yaxınlaşıb bildirmişdi ki, atasının sığorta olunduğu bir cəmiyyət ona xeyli miqdarda pul ödəməlidir. Sonra natriat kontorunun əməkdaşı əlavə etmişdi ki, atası ona bir məktub və içində açar olan kiçik bir zərf də vəsiyyət edib. İkinci şoku da bu zaman aldı. Atası vəsiyyət etdiyi məktubda yazmışdı ki, nə o, nə də arvadı Aminə Simonun əsl valideynləri deyil. Onlar Simonu kiçik yaşlarından evladlığa götürüblər. Paul Lang məktubunda onu da əlavə etmişdi ki, əgər Simon əsl valideynlərinin kim olduğunu bilmək istəyirsə, İsrailə getməlidir. Qüdsdəki otellərdən birinin seyfində onun əsl ata-anasının kim olduğu barədə sənədlər var, çıxarıb baxa bilər. Elə həmin gün tanış olduğu adam, özü də Qüdsdə yaşayan Markus, bu xəbərdən agah olan kimi Simona təklif etdi ki, onunla birlikdə müqəddəs şəhərə gedib atasının qeyd etdiyi oteldə seyfə baxa bilər. Markus onu da əlavə etdi ki, Qüdsə gəlsə, ona hotel yad lazım olmayacaq, istəsə onun evində qalar. Sonra da üçüncü şoku aldı. Simon Qüdsdəki oteldə tapdı. Atasının zərflə çatdırdığı açarla seyfə açsa da heç bir şey tapa bilmədi. Seyf bomboş idi. Bundan sonra o tamamilə başını itirdi. İndi hər şey valideynlərinin gözlənilmədən faciəli surətdə həlak olmağı, atası Paul Langın onun əsl ata-anasının kim olduğu ilə bağlı qoyub getdiyi məktub və açar, Qüdsdə atasının dediyi oteldəki seyfdə heç nə tapa bilməməsi idi. Sonra Markuslə şəhər barlarında sərxoş olana qədər eşək kimi içməyi, hansı bir möcüzə iləsə 500 ildən bəri hörülmüş divardan keçib məscidlər meydanına çıxmağı, daha sonra Markusun möcüzəli şəkildə itməyi, özünün polisə düşməyi, çalsaç kişini onu izləməyi, Markusun evinin darmadağın olmağı, daha sonra onu qarabaqara izləyən açıq rəngli kostyum geyinmiş 2 nəfərin əlinə keçməyi, möcüzəvi bir şəkildə onların əlindən qurtulmağı ona yuxu kimi gəlirdi. Özünü sağ-salamat Tel-Əviv şəhərinin aeroportuna yetirib, Berlinə uçan təyyarəyə bilet tapa bilməklə bəxti gətirmişdi. Sonra nə olar? Ancaq Markusu Berlində tapmaq, ondan bu suallara cavab istəmək müşkül məsələ idi. Simonun özünə verdiyi onlarla sualın içində ancaq biri onu həqiqətən narahat edirdi. Axı, mən kiməm? İkinci kitab. Qapı ağzındakı xalçanın altında bir çala, çalada bir dəftərçə, dəftərçədə 3 adamın adı və soyadı, tarixlər, bir də rəqəmlərlə dolu bir səhifə vardı. 7.
Təyyarə Sürixdə tranzit edəndən sonra 22:05-də Berlində yerə endi. Simon uçuş zamanı oxuduğu qəzeti oturacağın üstünə atıb ayağa qalxdı. Günün xəbərləri içərisində yadda qalan yeganə xəbər rusların okeana atdığı 100.000 ton radioaktiv maddə və o cümlədən 14 nüvə mühərriki və artıq istifadəyə yaramayan 3 sualtı gəmi oldu. Qəzetin 3-cü səhifəsində İsraildə bir neçə gün əvvəl baş vermiş zəlzələ haqqında da məlumat var idi. Bagajı olmadığından Simon təyyarəni tərk edən kimi vaxt itirmədən aeroportdan çıxıb şəhər mərkəzinə gedən avtobusa mindi. Bir neçə il əvvəl alman dilini təkmilləşdirmək üçün Berlində olmuşdu. Elə o vaxtdan bu şəhərin dinamizminə, gecə həyatına, diskotekalarındakı texno musiqilərinə vurmuşdu. Gecə saat 23:00-dan azacıq keçəndən sonra Simon Berlindəki Ağ Zibil Yeşiqi barının qapısını itələdi. Gecə barının səhnəsində bir qrup elektropop səs-küylə konsert verirdi. Simon süfrəçilərdən birinə yaxınlaşdı. Ondan Markusu tanıyıb-tanımadığını soruşdu. Süfrəçi cavab verməyib, onu əli ilə kənara itələyərək işinə davam etdi. Birinci cəhdi boşa çıxan Simon bir qədər ora-bura boylanandan sonra bu dəfə kassadakı qıza yaxınlaşdı. Müsbət cavab alacağına inanmasa da hər ehtimala qarşı Markusun xarici görünüşünü ona təsvir etdi. Kassir qız bir neçə dəfə başını çey-çey bulladı. Bir neçə dəfə çey-çey başı ilə nəyisə təsdiq etdi və nəhayət əmin oldu ki, Markusu tanımır. Nəalac qalan Simon küncdəki stullardan birinin arxasına keçib əyləşdi. Yaxınlaşan süfrəçiyə yerli pivə, bir də vegi burger sifariş verdi. Ona qulluq edən Rafael adlı süfrəçinin əynindəki dar şalvar, qara atlas köynək, boğazındakı tatuaj, sol qulağındakı bir neçə sırğa, alnındakı çapığı örtən saçları diqqətini cəlb etdi. Simon hiss etdi ki, bu oğlanın Markusu tapmaqda ona köməyi dəyə bilər. Bar bağlanana qədər içəridə qalmaq üçün ona bir dənə də Mom Apple Pie sifariş verdi. Qeyd: Mom Apple Pie, anamın alma piroqu, piroq növlərindən biridir. Qeydin sonu. Qoyduğu böyük məbləğdə çay pulu süfrətçi tərəfindən xoş təbəssümlə qarşılandı. Vau, bilmirəm hansı millətdənsən, ancaq 100% fransız deyilsən. Fransızlar simic olur. Bu qədər çay pulu verməzlər. Səhv edirsən, mən elə fransızam. Oy, deyəsən quş buraxdım. İndi verdiyin çay pulunu geri götürəcəksən? Mən yarı fransızam, ona görə də günahının yarısını bağışladı. Doğru deyiblər ha, adam yorulanda ağzına gələni danışır. Əgər ağzına gələni danışırsansa, onda bəlkə mənə köməyin dəyər. Bir dostumu axtarıram. Simon Markusun xarici görünüşünü ona təsvir etdi. Rafael başını bulladı. Şəxsən mən belə bir adam görməmişəm. Qoy gedim uşaqlardan da soruşum. Bəlkə kimsə görüb. 10 dəqiqədən sonra Rafael qayıdıb Simona bildirdi ki, süfrəçilərdən heç biri onun təsvir etdiyi adamı barda görməyib. Sən deyən adamı burada görən yoxdur. Hər halda heç kimin yadında qalmayıb. Kimdir o elə? Yaxın dostundur? Bir həftə əvvəl tanış olmuşduq. İsraildə olanda onun evində qalırdım. Berlinə onun dalınca gəlmisən? Hə. Sevginin qüdrətinə bax ha. Məsələ sevgidə deyil. İş ondadır ki, Markusun mənim haqqımda bildiklərini heç özüm də bilmirəm. Məxfi orqanlarda işləyənlər kimi? Yox, Qüdsün küçələrində məni müşahidə edən içki yoldaşım kimi. Burada harda qalırsan? Hələ bu sualı özümə verməmişəm. Bir-iki saatdan sonra heç bu suala ehtiyac olmayacaq. Birazdan səhər açılır. Simon saata baxdı. Doğrudan da çox gec idi. Gecə saat 2-ni keçmişdi. İstəyirsən, gedək bizdə qal. Onsuz da mənim işim qurtarıb, evə qayıdıram. Belə bir təkliflə üzləşəcəyi xəyalına belə gətirməyən Simon dərhal razılaşdı. Rafael paltarını dəyişməyə getdi. 10 dəqiqə sonra motosikletçi kostyumunu geyinib geri qayıdanda süfrəçi Simona başı ilə getdik işarəsi verdi. İkisi də bardan çıxdı. Kənardakı işıq dirəyinə bağlanmış velosipedə yaxınlaşdılar.
Sən tərkimə min, özün də yaxşı yapış. Qorxma, yavaş-yavaş sürəcəm. Uzaqda yaşayırsan? 10 dəqiqəlik yoldur. Velosiped bir qədər Şenhauser Alle küçəsi ilə irəliləyib sola buruldu. Friedrichshain parkından keçib Berlinin şərqinə üz tutdu. 15 dəqiqə sonra bir neçə yaşayış binasının yerləşdiyi məhəlləyə çatdılar. Dini burulanda Rafael qəflətən əyləncə çəkdi. Velosipedin arxa təkəri yerində mıxlandı. İkisi də müvazinətini itirib yerə yıxıldı. Ətrafda çobud gülüş səsləri ucaldı. Simon qalxdı. Bu çobud gülüş səslərinin haradan gəldiyini bilmək üçün ətrafı boylandı. Nəzərləri Edward Nortonun Keçmişin kölgəsində filmində yaratdığı Derek Wynyardın obrazını xatırladan 3 nəfərə sataşdı. Deyəsən axı bu üzdən İraq özünə təzə aşina tapıb. Əlləri, qolları, hətta sifətinin yarısı belə tatuaj olunmuş 3 nəfərdən biri hırıldadı. Çantanda nə var? Deyərək digəri çənəsi ilə Simonun çantasına işarə etdi. Kitabdır, Simon sakitcə cavab verdi. Əgər bu üzdən İraqın çantasındakı ancaq kitabdırsa, onda gərək paltarlarını bizə versin. Üçüncü təklif etdi. 3 nəfərdən ən arıq olan cibindən bıçaq çıxartdı. Onlarda odlu silahın olmadığını arxayın olan Simon qəflətən irəli atılıb, özünü binanın divarına çırpdı. Səndərləyib ağzı burnu qan içində geri çevrildi. Bu lap xəstədir ki, bayaqdan Simona qız deyən tatuajlı təəccüblə dedi. Onun bu hərəkətindən çaşbaş qalan Rafaelin də matı qurumuşdu. Sənə oxşamışam. Simon ona tərəf irələdi. Onsuz da mənim ağız burnumu əzişdirmək istəyirdin, elə deyil? Mən də sənə biraz kömək elədim. Özüm başladım. İndi ardını sən davam elə. Buyur, vur. Döymək istədiyi adamın ağız burnunun qan içində olduğunu görən tatuajlı oğlan özünü itirdi. Simon bu fürsətdən istifadə edib Rafaelə tərəf çevrildi. Gedək. Hələ də şokda olan süfrəçi velosipedi yerindən qaldırdı. Simon ona yaxınlaşdı. Birlikdə 100 metr aralıda olan Rafaelin yaşadığı binaya sarı yönəldilər. Bir dəqiqə tatuajlı üçlüyün ən kökü arxadan səsləndi. Elə bilirsən canını belə asanlıqla qurtaracaqsan? Simonla Rafael addımlarını yeyinlətdilər. 20 metr qalıb Rafael pıçıldadı. Tez gəl. Arxalarınca gələn 3 nəfər onların üstünə atıldı. Simon qəflətən geri çevrildi. Əlini qabağa atıb sağ əlinin içi ilə onlara hücum edən üçlüyün ən kökünün sinəsinin ortasına, günəş fəqərəsinə güclü bir zərbə vurdu. Nəfəsi kəsilən tatuajlı kök oğlan əlini qeyri-ixtiyari sinəsinə sıxıb yerində səndələndi. Simon onun qolundan yapışıb yıxılmağa qoymadı. Onları təəccüblə süzənlərin baxışları altında kök oğlanı yaxınlıqdakı skamyaya oturtdu. Sonra çantasını açdı. İçindən bir neçə İncil çıxardıb ona uzatdı. Götür, oxuyarsan bunu. Bu kitabda səni maraqlandıran bütün suallara cavab tapacaqsan. Cinayət və cəzanın nə olduğunu izah edən Talion qanununu dərk edəcəksən. Ən başlıcası öyrənəcəksən ki, həyatda özünə rəva bilmədiyin bir şeyi başqasına da rəva bilməməlisən. Bunu deyən Simon Rafaelin qolundan yapışdı. 3 dazbaş, tatuajlı oğlanların təəccüblü baxışları altında onlardan uzaqlaşdılar. 8. Qaqaş, sən kimsən? Yaxşı sualdır. Rafael vanna otağında Simonun qana bulanmış köynəyini bir küncə atıb onun üz-gözündə yaralara yod vururdu. O qədər də ciddi bir şey yoxdur. Süfrəçi yod vurduğu yerləri üfürə-üfürə qonağa ürək-dirək verdi. Böyüyəndə yadından çıxar. Adətən alnındakı yaralar gec sağalır. Çünki alnında hemoqlobin çoxdur. Ancaq vaxtında müalicə olunsa, iz zad qalmır. Bəs bədənindəki bu yaralar hardandır? Bayaq özünü divara çırpanda olub? Yox, maşının ön şüşəsindən çırpılanda. Sən nə sənətin sahibisən? Kaskadyorsan? Səyyaham, dünyanı gəzirəm. Bu da sənətdir. Düzdür, maaşı yoxdur, amma adam heç vaxt işsiz qalmır. Həm də günlərin maraqlı keçir. Hər halda bayaq məni müdafiə etdiyin üçün sənə təşəkkür edirəm.
Məncə o faşist gedələr birinci dəfə deyil ki, sənə ilişirlər. Simon Rafaelin sifətindəki çapığa nəzər salıb qaşlarını çatdı. Açığını deyim, hər gecə evə qayıdanda qorxuram. Axır vaxtlar məhəlləmizdə bu neonasistlərin sayı yaman çoxalıb. Qeyd: Neonasizm İkinci Dünya müharibəsindən sonra Almaniyada yaranan siyasi və irqçi hərəkat. Məqsədləri faşizmi bərpa etməkdir. Həmin hərəkatın tərəfdarlarına neonasistlər deyirlər. Qeydin sonu. Onlar kimi olmayanların, qaradəlilərin, seksual azğınlıqların başına oyun açırlar. Bəxtim gətirdi ki, bu axşam səninlə qayıtdım. Sonra Rafael Simona təklif etdi ki, yataq otağında onunla bir yerdə yatsın. Yox, mən elə salonda, divanda yataram. Onda mən də burada yataram. Narahat olma, səni zorlayan deyiləm. Bir qədər söhbət edəndən sonra divana uzandılar. Rafael başa saldı ki, boğazındakı tatuaj iki başlı ilanın quyruğudur. Başı da ürəyinin üstündə döyülüb. Süfrəci bir neçə dəfə qonağı sığallamağa cəhd göstərdi. Ancaq hər dəfə Simon onun əlini geri itələdi. Sonra nəhayət yorğanı başına çəkib yuxuya getdi.